Peyğəmbər sallallahu aleyhi və səlləm nə vaxt zikr olundusa, mütləq şəkildə salavat gətirməlidir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm minbərə çıxanda 3 dəfə əmin deyir. Və soruşurlar ki, ya Rasulullah niyə dedin? Və dedi ki, Cəbrail aleyhissalam nazir oldu və mənə dedi ki, ey Muhammed, filan edənlərin və etməyənlərin burnu yerinə sürtünsün. Mən də dedim ki, əmin. Onlardan biri də nə idi o duadan? Buyurur ki, sənin adın zikr olunub da sənə salavat gətirməyənin burnu yerindən sürtünsün. Dedim ki, əmin. Yəni, burnu yerindən sürtünsün bir mənada ki, rəhmətdən uzaq olsun. Yəni, fikir verin, dua edən göylərin əmini, ona əmin deyən göylərin və yerlərin əmini. Fikir verin, bu dua necə rədd olunsun. Ona görə diqqətli olmaq lazımdır. Və hətta sizə bir şey deyim ki, bizim Yordaniyada bir şeyxlərimizdən biri var. Allah ondan razı olsun. Bütün şeyxlərimiz bu cürdür, bütün alimlərimiz bu cürdür. Lakin onun xüsusi qəlbimizdə məhəbbəti var. Bizə salavatı sevdirəndir. Hansı ki, hər dəfə onun dövrəsində, dərslərində iştirak edəndə ən az insan bir 50 dəfə, 60 dəfə Allah Rasuluna salavat deyir. Adı da Bəsim Cəvabira. Allah ondan razı olsun və digər şeyxlərimizdən. Hər dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah Rasulunun adını çəkəndə təkrar salavat verir. Sallallahu aleyhi və səlləm, sallallahu aleyhi və səlləm. Allahümmə salli və səllim və bərik alə nəbiyyə Muhammed sallallahu aleyhi və səlləm. Fikir verin, insan nə qədər salavata hərisdir. ولهذا محمود بن الربيع رضي الله عنه يقول عقلت مجة مجها رسول الله صلى الله عليه وسلم اللهم صل وسلم وبارك على محمد وعلى آله وصحبه وسلم صلى الله على محمد صلى الله عليه وسلم عقلت مجة مجها رسول الله صلى الله عليه وسلم في وجهي وأنا ابن 5 سنين. Və bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirdikcə Allah onu müvəffəq edir. Müvəffəqiyyətin səbəblərindən biridir. Ona görə diqqətli olmaq lazımdır. Nə qədər Allah Rasuluna salavat gətirsən, o qədər gözəldir sənin üçün. Sallallahu aleyhi və səlləm. Allahümmə salli və səllim alə nəbiyyinə Muhammed sallallahu aleyhi və səlləm.